Salam, əziz Uğur Mozaikası kanalının izləyiciləri, dəyərli 6-cı siniflər. Biz sizinlə bugün 6-cı sinif dərslik kitabından natural ədədin qüvvətini keçirik. Burada bir hissədə araşdırma və müzakirə hissəsi var. Natural ədədin qüvvəti ilə bağlı kağız üzərində bir nümunə göstərib. Bu hissələri mütləq şəkildə oxumağınız tövsiyə olunur. Ki, burada açar sözlərdə qüvvət, qüvvətin əsası, qüvvətin üstü, bu kimi bizim açar sözlərimiz var ki, yəni burada natural ədədin qüvvəti bölməsi öyrədilir. Qısaca, natural ədədin qüvvəti nə deməkdir? Eyni vuruqların hasili, yəni eyni ədədləri A vur, A vur, A vur, A istənilən bir ədədi. Məsələn, 4 dənə eyni ədədin hasilini A üstü 4 şəklində göstərilmişinə natural üstü qüvvət deyirik. Məsələn, burada var. 3 vuruğunu 5 dəfə təkrarlayır və bunu 3 üstü 5 şəklində yazır. Yəni, məsələn, 2 üstü 6 varsa, buradakı qüvvət, buna bəzən dərəcə də deyirik, həmin əsasın, yəni aşağı adlandırdığımız 2-nin 6 dəfə bir-birinə vurulmasından alınır. Yəni 2-ni 2-yə vurursan 4, 4-ü 2-yə vurursan 8, 8-i 2-yə vurursan 16, 2-yə vurdun 32, 32-ni də 2-yə vurdun 64. Onda deyirsən ki, 2 üstü 6 64-ə bərabərdir. Burada yəqin ki, bir problem olmaz. Qüvvətin əsası və burada da göstərir. Aşağıdakıdır, qüvvətin üstü n-dir. Elə qüvvətin üstü yox. Biz çox vaxt nə deyəcəyik? Qüvvəti, dərəcəsi bu şəkildə adlandıracaq. Təbii ki. Burada bir dənə qeyd var. A üstü 1 elə A-nın özüdür. Yəni bir dənə A kimi düşünürük. Məsələn, 5 üstü 1 5-dir. 7 üstü 1 7-dir. Yəni bu birlər yazılmır. Ədədin özü olur. 1 üstü n bərabərdir 1 fikri var burada, fikir verirsinizsə. 1-in istənilən qüvvəti 1-ə bərabərdir. Bunu necə əsaslandırmaq olar? Yəni, n qədər 1-i, istənilən qədər. N o deməkdir ki, müəyyən sayda 1-i bir-birinə vuranda həmişə 1 alınır. Məsələn, sən 1-in kvadratında 2 dənə 1-i bir-birinə vurub 1 alırsan. 1-in kubunda 3 dənə 1-i bir-birinə vurub 1 alırsan. Bu səbəbdən 1 üstü n, 1-in qüvvəti neçə olur olsun, 1-i bizə verir. Biz birinci tapşırıqla başlayırıq, əziz altılar. 4 üstü 7-ni hesablamaq üçün uyğun ifadəni seçin deyir. Buradakı 7 sayı bildirir. Yəni 7 dənə 4-ün hasilidir. Təbii ki, biz variantlardan, verilənlərdən bunu seçəcəkdir. 4 üstü 7 bu deməkdir. Keçirik ikinci tapşırığa. Qüvvət şəklində yazın və oxuyun. A variantı. 3 dənə 4-ün hasili. O zaman əsas 4-dür. Təkrarlanan vurğumuz 4-dür. Sayı 3 olduğuna görə qüvvətə 3 yazırıq. B variantı. 4 dənə 20-nin hasili. O zaman əsasımız 20-dir. Qüvvətin üstü dediyimiz, qüvvət dediyimiz hissəyə isə bunların sayını yazırıq. Üzr istəyirəm, bu C idi. İndi B-ni yazırıq aşağıda. Burada nə var? 11 vur, 11 vur, 11 vur, 11. O zaman bu 11 üstü 4 edəcək. D variantı 7 vur, 7 vur, 7 vur, 7 vur, 7. 7 əsaslı yazılır, təkrarlanan vuruq. Sayı qüvvətdə yazılır, qüvvətin üstündə yazılır. Y-yə baxırıq. Burada neçə dənə 9 var? 3, 4 də burada. Baxın, burada 7 dənə 9-un təkrarlanması yazılıb. O zaman bizim əsas hissəmiz olacaq 9. Burada 7 dənə olduğuna görə 9 üstü 7 yazacaq. F variantında, əziz şagirdlər, 2, 4, 6, 8 dənə. Onda 8 dənə 6-nın hasili olduğuna görə biz bunu nə yazacaq? 6 üstü 8 yazacaq. Yəni, təkrarlanan vuruq əsas adlanır, aşağıda olur. Say isə qüvvətdə, kitabın dili ilə desək, qüvvətin üstündə olur. Üçüncüsü, hesablayın. 4 üstü 4 nə deməkdir? 4 dənə 4-ün bir-birinə vurulması. 4-ü 4-ə vururam 16.
16-nı 4-ə vururam 64. 64-ü 4-ə vururam 256. Yəni hissə vura gedirik. B variantı 5 üstü 4. 5 vur, 5 vur, 5 vur, 5. 5-i 5-ə vururam 25. 25-i 5-ə vururam 125. 125-i 5-ə vururam 625. Birbaşa 625 də yaza bilərsiniz. Ya da hissə. 5-i 5-ə vururam 25. Bu 5-i də 5-ə vurdum 25. Sonra 25-i 25-ə vururam 625. Bu şəkildə də yaza bilərsiniz uşaqlar. Sizə necə rahatdırsa. C variantı 4 üstü 5. Baxın. 5 dənə 4-ün hasilidir. 4-ü 4-ə vurdum 16. Burada 3 dənə 4 qaldı. Hissə belə vurursunuz. 16-nı 4-ə vurdum 64. Burada 2 dənə 4 qaldı. 64-ü 4-ə vurdum 256. Bir dənə 4 qaldı. 256-nı da 4-ə vurdum 1024. Baxın. Deməli 4 üstü 5 1024 deməkmiş. İndi keçirik D variantına. 30 üstü 4. Bu nə deməkdir? 4 dənə 30-un hasili. 30-u 30-a 900. Vur 30, vur 30. 900-ü 30-a vuranda. 9-u 3-ə vurursan 27. 3 dənə 0-ı yanaş yazırsan. Vur 30. 27-ni 3-ə vurursan 81. 4 dənə 0-ı yanaş yazırsan. Deməli, cavab 810 min edəcək. Y variantı ilə davam edirik. 12 üstü 2 nə deməkdir? 12 vur 12. Bu deyəcək 144. Daha sonra F variantı ilə davam edirik. 11 üstü 3. Yəni 3 dənə 11-in hasilidir uşaqlar. 11-i 11-ə 121 eləyir. Bunu da 11-ə vuranda 1331 edəcəkdir. Aydındırmı? Keçirik F-dən sonra C variantı. C variantında nədir? 20-nin kubu, yəni 20 vur, 20 vur, 20. 20-ni 20-yə 400 eləyəcək. Bunu da 20-yə vuranda 4-ü 2-yə vurursan 8, 3 dənə 0-ı yanaşı yazırsan. Buna səmərəli üsulla vurulma deyirlər uşaqlar. Problemi yoxdur. Sizə necə rahatdırsa o cür yazırsınız. Keçirik 4-cü tapşırığımıza. Baxın, burada bizə cədvəl verib, cədvəl. Üstündə yazmağa çalışacaq. 4-cü tapşırıq. 2 üstü 1, bir dənə 2 deməkdir. 2 üstü 2 o deməkdir ki, 2 üstü 2 o deməkdir ki, yəni aldığım bu 2-ni bir dəfə də 2-yə vururam. Eləyir 4. 2 üstü kub, bunu bir də 2-yə vururam. Eləyir 8. 2 üstü 4, 4-cü dəfə 2-yə vururam. 16. 2 üstü 5, bir dənə də 2-yə vururam. 32. 2 üstü 6, 32-ni vurdum. 64. 2 üstü 7, 64-ü də 2-yə vurdum. 2 üstü 8, 128-də 2-yə vurdum. Bax, bu vuruqların sayıdır. 8 dənəsi bu edirsə, 9-cu tapanda bunu bir də 2-yə vuracam. 513. 10-cunu tapanda bunu bir də 2-yə vuracam. 1024. İndi keçdik 3-lərə. Baxın, 3 üstü 1, 3'dür. 3 üstü 2, bu bir dənəni bir də 3-ə vururam. 9. 3 üstü 3 elədi 27. 3 üstü 4, yəni 27-ni 3-ə vururam 81. 3 üstü 5, 81-i 3-ə vururam 243. 3 üstü 6, bunu vuracam 3-ə. Eləyəcək 729. 3 üstü 7. Artıq bundan sonra nə edəcək? Bunu təzədən bir də 3-ə vuracam. 7, 2 yatdı. 6, 2, 8. 3-ü 7-yə vurdum. 21. Yəni 2187. 3 üstü 8 o deməkdir. Həmin bu 2187-ni bir də 3-ə vuracam. 21, 2 yatdı. 24, 2, 6, 2 yatdı. 3, o da 2, 5, 6. 6561. Daha sonra bunu bir də 3-ə vuracam. Artıq 3 üstü 9-u tapıram. 3, 8, 1 yatda, 15, 16, 1 yatda, 19. 19683. 10-cu bunu bir də 3-ə vururuq.
3'ü 3'ə 9, 3'ü 8'ə 4, 2 yadda. 18 o da 2, 22 yadda. 9, 2 yadda, 5. Yəni 59.049. Baxın bu şəkildə. Bu şəkildə hesabda bir problem yoxdursa 1-1 3'ə vura-vura artırırsınız. Bu da bizim 4-cü tapşırığımız. 5-ci tapşırıqda əziz altılar nədir? Boş xanaya uyğun olan ədədin müəyyən edin. Yəni 16 2 üstü neçədir? 16 2 üstü 4'dür. Burada izahında verir, həllində verir. Yəni 16 4 dənə 2'nin hasilidir. O baxımından buna 2 üstü 4 yazırıq. Burada açıqlama da verir sizə nə üçün 16 dediyini. Yəni izah edir ki 2'ni 2'yə vurdum 4, 4'ü 2'yə vurdum 8, 8'i 2'yə vurdum 16. İndi təbii ki biz bunu düşünməliyik. Gəlin sizə asan bir yol deyim. Əziz altılar, baxın 5-ci tapşırığın A'sında 64'ün 2 üstü neçə olduğunu bilinir. Əgər biz 64'ü düşünə bilərik ki bu 8'in kvadratıdır, 64 4'ün kubudur, 64 2 üstü 6'dır. Yəni biz bunu əzbər bilə bilərik. Bir də tutaq ki heç bir anlayışımız yoxdur. Biz təzə öyrənirik. Biz sadə vuruqları, ayrılışı bilməliyik aşağı siniflərdə. 64 nəyə bölünür? 2'yə. Sadə də bölürəm. Eləyir 32. 32 nəyə bölünür? 2'yə. Eləyir 16. 16 nəyə bölünür? 2'yə. 8. 8'i 2'yə 4. 4'ü 2'yə 2. 2'yə 1. Deməli 64 neçə dənə 2'nin hasilindən ibarətdir? Baxın burada 6 dənə 2 var. Ona görə 2 üstü 6 deyirik. Aydındırmı? Baxın birini də deyirəm. B variantı deyir 81 3 üstü neçədir? Onda mən qıraqda 81. Burada 3 dediyinə görə 3'ə bölürəm. Görüm neçə dəfə 3'ə bölünə bilir bu? Neçədən 3'ün hasilidir? 27. Bir dənə də 3'ə bölürəm 9. Bir dənə də 3'ə bölürəm 3. 3'ə böldüm 1. Hə 1, 2, 3, 4. Deməli bu 4 dənə 3'ün hasilidir. Burada sadə ədəd olmaq şərt deyil. Bəzən mürəkkəb ədəd də verə bilər. Məsələn C-yə baxın. 256 4 üstü neçədir? O zaman biz 256'nı 4'ə bölürük. Yəni görək neçədən 4'ün hasilidir? Eləyir 64. 64'ü təzədən 4'ə bölürəm. Eləyir 16. 4'ə bölürəm 4. 4'ə bildim 1. Görürsünüz 4 dənə 4 vuruğu var burada. Yəni 4 üstü 4 neçə eləyəcək? 256 eləyəcək. D variantı. Bəs 625 5 üstü neçədir? Burada da eyni qaydada 625'i bölürəm 5'ə. Eləyəcək 125. 5'ə bölürəm 25, 5'ə böldüm 5, 5'ə böldüm 1. Deməli 4 dənə 5'in hasilidir. Ona görə nə olacaq? 5 üstü 4 olacaqdır. Bu da bizim 5-ci tapşırığımız. Səhifə 10'un aşağı hissəsində qüvvət daxil olan ifadələrin qiymətinin tapılması var. Burada artıq bəzi misallar var ki, bu hissəni əziz altılar sizdən xahişim diqqətlə incələməyinizdir. Çünki əməllər ardıcıllığını bizə izah edir. Məsələn deyir ki, qüvvət varsa birinci qüvvətə yüksəlmə yerinə yetirilir. Sonra vurma, sonra toplama yerinə yetirilir. Mötərizə varsa birinci mötərizənin içidir. Qüvvətə yüksəltdi. Məsələn 2'nin kubunu görürsünüz 8'ə yüksəltdi. Sonra 5 ilə toplayıb 13 yazdı. Sonra 3 üstü 4, 4 dəfə 3'ün hasilini 81 yazır, sonra vurur. Baxın bu cür ardıcıllığı bizim üçün izah edir ki, yadımıza salaq. 6-cı tapşırıq. Gəlin bəzi misalları hesablayaq. A variantı. 3 üstü 4 vurulsun 5'in kvadratı. Birinci iş qüvvətə yüksəltməkdir. Qıraqda 4 dəfə 3'ü bir-birinə vurub 81 alırıq. 5'in kvadratı isə 5 vur 5 deməkdir, yəni 25. O zaman biz 81'i 25'ə vuracaq. Yaxşı. Cavab nə eləyəcək? Sürətlə vuraq. 81'i 25'ə vuranda 5, 5'i 8'ə 40. 2'ni 1'ə 2, bu da 16. Deməli biz neçə aldıq? 2025 deyirik ki, cavab 2025'dir. Aydındırmı? Keçirik B'yə. Baxın. Deyir ki, 10'un kubu bölünsün 5'in kvadratı
Nə deməkdir bu? 10'un kubu 3 dənə 10'un hasilidir. Bölünsün 5 vur 5. Bunu mötərizə ilə yazıram ki, ardıcıllığını unutmayaq. 10'u 10'a 100, bir dənə də 10'a vurdum, 1000 elədi. 5'i 5'e vurdum, 25 elədi. İndi qalır bunu buna bölmək. Baba, ən asan yol. 100'ü 25'e bölürəm 4. Burada da bir sıfır qalırdı ya, bura yazıram. Deməli, 1000'in 25'e bölünməsindən 40 alır. Keçirik C-yə. 5 üstü 4 üstə gəl 2'nin kubu. 5 üstü 4 nədir? 5 vur, 5 vur, 5 vur, 5. Yəni bu say 5'lərin sayıdır. 2'nin kubu isə 3 dənə 2'nin hasilidir. 5'i 5'e 25, 5'e vurdum 125, 5'e vurdum 625. 2'ni 2'ye 4, bir dənə də 2'ye vurdum 8. Bunun da cəmi eləyəcək 632. Burada səhv etmirəmsə 2'nin kubudur, bir yanlışlığı olsa yazarsınız. Keçirik D variantındakı misala. Deyir ki, 3'ün kvadratının kubu 3'ü 3'e vuranda 9 eləyir. Burada da bir dənə kub var. Yəni 3 dənə 9'un hasili. 3'ü 3'e, 9'u 9'a 81, bir dənə də 9'a vururuq 729. Keçirik Y variantına. 4 üstə gəl 2 üstü 4'ün kvadratı. Baxın, birinci qüvvəti hesablayırıq. 2 üstü 4 nə deməkdir? 4 dənə 2'nin bir-birinə vurulması. Yəni 2'ni 2'ye 4, 2'ye 8, 2'ye 16 kvadrat. 4 üstə gəl 16, 20 eləyir. Kvadrat qalır. Bu da 20 vur 20. 2'ni 2'ye vururuq 4. Vurma zamanı 2 sıfırı da yanaşı yazırıq. Bu da bizim nəyimiz oldu? Y variantının cevabı. Daha sonra F variantı ilə devam edirik. 8'in kubu çıxılsın 3 üstü 4. 8 üstü 3, 3 dənə 8'in hasili, 3 üstü 4 isə 4 dənə 3'ün hasilidir. 8'i 8'e 64, 64'ü 8'e 512 etməkdədir. Çıxılsın 3'ü 3'e 9, 3'e 27, 3'e 81. Bu da bizim üçün neçə eləyəcək? 431 edəcək. Aydınmı? Bu da bizim F variantımız. F'dən sonra G variantına keçirik. 24 üstə gəl 2 üstü 7 çıxılsın 2 üstü 5 bölünsün 3 bərabərdir. 24 üstə gəl 2 üstü 7 nə deməkdir? 7 dənə 2'nin hasilidir. Bu da 5 dənə 2'nin hasili. Bölünsün 3 bərabərdir. 2'ni 2'ye 4, 2'ye 8, 8'i 2'ye 16, 16'nı 2'ye 32, 32'ni 2'ye 64, 64'ü 2'ye 128. 2'ni 2'ye 4, 4'ü 2'ye 8, 8'i 2'ye 16, bu da 32. Böl 3. Deməli 2 üstü 7 128 imiş, 2 üstü 5 32 imiş. Bərabərdir. 24 üstə gəl 128'dən 32 çıxacaq. Eləyəcək 96, bölüsü də unutmuruq. İndi təbii ki, bölmə birinci gəlir. 96'nı 3'ə böləndə eləyəcək 32, bu da eləyəcək 56. Deməli G variantında 56 imiş. Hansı isə qaranlıq qalsa videonu geri çəkərək baxa bilərsiniz. H 5'in kubu üstə gəl 5'in kvadratı. Vur 8, çıx 4'ün kvadratı. Əziz 6-cı siniflər, 5'in kubu 3 dənə 5'in hasilidir. Bu da 5 vur 5'dir. Vur 8, çıx 4'ün kvadratı da 4 vur 4'dür. 5'i 5'e 25, 5'e vurdum 125. 5'i 5'e 25. Vurulsun 8, çıx 4'ü 4'ü 16. 125 ilə 25'in cəmi 150. Baxın, ardıcılıqları diqqətlə izləyin. Bax, görürsünüz, birinci mötərizənin içini hesabladıq, sonra 8'ə vurdıq. Bunları ardıcıl izləyin ki, əməllər ardıcıllığını bilin. Bəzi altılar sadəcə misalı köçürdür və müəllimə təqdim edir. Çalışın ki, bunları öyrənin. Yuxarı sinifdə sizə lazım olacaq. 15'i 8'e vururuq 120, yanında 1 0, çıx 16.
Bu deyəcəm 1184. Əziz 6-cı siniflər, i variantı ilə davam edirik. 1 üstəgəl 7-nin kvadratı üstündə 3 bölünsün 1000 çıxılsın 5-in kvadratı. Bərabərdir. 1 üstəgəl 7-nin kvadratı neçə eləyəcək? 49 böl 1000 çıx 5-in kvadratı 5 vur 5, 25. 50 eləyir. 50-nin kubu 50 vur 50 vur 50'dir. Bölünsün 1000. Təbii ki, bu birinci gəlir. Çıx 25. Yəni, bunu mötərizəyə almasanız belə ardıcıllıq qorunur. 5, 5, 5, 125 idi. 3 dənə də 0 yanında. Böl 1000, çıx 25. Baxın, bölmə zamanı sıfırların sayı eynidirsə gedir. 125 çıx 25. 125-dən 25 çıxanda axtardığım cavab 100 imiş. Bu da i'nin cavabı. Daha sonra j'yə baxırıq. 7,2 bölünsün 2 vur 3'ün kvadratı üstəgəl 4'ün kvadratı. Əziz şagirdlər, baxın, 7,2-ni 2-yə böləndə, məsələn, 72-ni 2-yə bölürsünüz, 36, virgüldən sonra bir ədədi var, yazdım. 3'ün kvadratı 9, 4'ün kvadratı 16. Yəni 3,6-nı vururuq 25'ə. Ədədi adi kəsrə vuranda 25'i 36'ya normal qaydada vururuq. 6'nı 5'ə 33 yadda, 12 o da 3, 15. 3'ü 5'ə 5, 1 yadda, 6 bu da 7. Bunun cavabı eləyir 900. Vergüldən sonra bir dənə ədəd var, 1'in ayırırıq. O zaman bu sıfırın əhəmiyyəti qalmır. Yəni cavab 90 etməkdədir. Əziz şagirdlər, J'dən sonra K'ya baxırıq. 1000 bölünsün 5'in kubu üstündə kvadrat böl 16 çıx 0,4. 1000 bölünsün 5'in kubu 3 dənə 5'in hasilidir. 25 vur 5, 125. Baxın burada. Birbaşa yazıram 125'in kvadratı böl 16 çıx 0,4. 1000'i 125'ə bölürəmsə 8 eləyir. 8'in kvadratı böl 16 çıx 0,4. 8'in kvadratı da bilirsiniz 64 eləyir. 64'ü 16'ya böləndə 4 eləyir. Çıxılsın 0,4. 4'dən 0,4'ü necə çıxırsınız? 1 alt-alta çıxa bilərsiniz. Tamın altından tamı yazılır. İndi burada kəsr olmadığına görə vergül yazıb 0 atırsınız. Yəni 40'dan 4 çıxırsınız. 36 vergülü də unutmursunuz. 3,6. Bu da bizim K variantımız. Həlli. Sonuncu elə baxırıq. 8'də 5 vurulsun 4'ün kvadratı çıxılsın. 3 üstü 2 üstündə 3. Yəni 8'də 5 vurulsun 4'ün kvadratı 4 vur 4. 16 çıx. 3'ün kvadratı 3 vur 3. 9 üstündə kub. Bilirsiniz ki, adi kəsillər ixtisar gedir. Burada 2 qalır. 5 vur 2 10'dur. Çıx 9'un kubu. 10'dan 9 çıxırıq 1. 1 üstü nə olur olsun. Dedik ki, nəyi verəcək? 1'i verəcəkdir. Əziz şagirdlər, 6-cı sualda hamısını yazdım. Ola bilər hansısa bir hesab səhvi olar, diqqətimdən qaçan olar. Qeyd eləyərsiniz şərh bölməsində. İndi növbəti səhifəyə keçirik. 11-ci səhifə son səhifədir bu dərsin. 7-ci sual. Amma bir dənə icazəniz olsa sürətli bir-iki şeyi yazdırardım. Onları əzbərləyərdiniz ki, məktəb dönəmində problem olmasın. 1 üstü n dedik ki, hər zaman 1 eləyir. İkilərdə, baxın, ikilərdən 10'a qədər əzbərləməyiniz tövsiyədir. 2 üstü 1, 2'dir. 2 üstü 2, 4'dür. 2 üstü 3, 8'dir. 2 üstü 4, 16'dır. 2 üstü 5'i harda görürsəz 32'dir. 2 üstü 6, 64'dür.
2 üstü 7 128'dir. 2 üstü 8 256'dır. 2 üstü 9'u harda görsəz 512'dir. 2 üstü 10'u harda görsəz neçə eləyəcək? 1024 eləyəcəkdir. Baxın, 2-lərdən 10 dənəsini əzbərləsəz kifayətdir. 3-lərdən mən çox qalmıram, çünki siz videonu saxlayıb, bunları qeyd edib əzbərləyə bilərsiniz. 3 üstü 1 3'dür. 3 üstü 2 9'dur. 3 üstü 3 27'dir. 3 üstü 4 81'dir. 3 üstü 5 243'dür. 3 üstü 6 ise 729'dur. Üçlərin cərgəsindən maksimum bu qədər kifayətdir. 4 üstü 1 4'dür. 4 üstü 2 16'dır. 4'ün kubu 64'dür. 4 üstü 4 256'dır. Maksimumda 405 1024. 4'lər cərgəsindən də 5 dənə əzbərləmək kifayətdir. 5 üstü 1 5'dir. 5 üstü 2 25'dir. 5'in kubu 125'dir. 5 üstü 4 ise 625'dir. Baxın, 5'lər cərgəsindən 4 dənəsini əzbərə bilsəz, işiniz asan olar. Qalanlarını hesablayarsınız da. Məsələn, 5 üstü 5 deyər, bunu təzədən 5'ə vurarsan. 6 üstü 1 6'dır. 6 üstü 2 36'dır. 6'nın kubu 250 216. Bəli, 216'dır. Bu da bizim 6'ya qədər 3 dənəsini əzbərləsək kifayətdir. 7'lərdən 7 üstü 1 7'dir. 7 üstü 2 49'dur. 7'nin kubu 343'dür. Bunu əzbərləsəz kifayətdir. 8'lərdən 8 üstü 1 8'dir. 8 üstü 2 64'dür. 8'in kubu 512'dir. Əziz şagirdlər, bunu əzbərləsəz kifayətdir bizim üçün. 9 üstü 1 9'dur. 9'un kvadratı 81'dir. 9'un kubu isə 729'dur. Baxın, bunlar mütləq şəkildə sizin hesablamalar zamanı işinizi asanlaşdıracaq əzbərə bildiyimiz hissələrdir. 10 üstü n o deməkdir ki, 1'dən sonra n'in sayı qədər 0 yazırıq. Məsələn, 10 üstü 3 gördümsə, 1 və 3 dənə 0 1000'dir. 10 üstü 5 gördümsə, 1 və 5 dənə 0 olacaq. Yəni, bu sıfırların sayını göstərir. Onları belə əzbərləyə bilərsiniz. Bu qədər kifayətdir. Və bir də hesablamalar zamanı mütləq kvadratları birin. Uşaqlar, 1'in kvadratı 1'dir. 2'nin kvadratı 4'dür. 3'ün kvadratı 9'dur. 4'ün kvadratı 16'dır. 5'in kvadratı 25'dir. 6'nın kvadratı 36'dır. 7'nin kvadratı 49'dur. 8'in kvadratı 64'dür. 9'un kvadratı 81'dir. 10'un kvadratı 100'dür. 11'in kvadratı 121'dir. 12'nin kvadratı 144'dür. 13'ün kvadratı 169'dur. 14'ün kvadratı sizdə nə deməkdir? Yəni özünə vurmaq 196'dır. 15'in kvadratı 225'dir. Bu qədər. Hələ ki əzbərləsəz kifayətdir. Lazım olanları da taparsın. Bunu bir xülasə kimi 3-5 dəqiqə vaxtınızı aldım. Üzrlü sayasız. Sadəcə hesablamalarda işiniz rahat olsun. 7-ci A bəndi. 1 və 3'ün cəminin 4 qüvvəti. Yəni 1 və 3'ü toplayıb cəminin 4-cü qüvvəti. Bu 4 üstü 4 edir. 4 üstü 4'ü də əzbərlədik ki 256'dır. B variantı. 5 üstü 3 və 2 üstü 4'ün fərqi. 5 üstü 3 və 2 üstü 4. 5 üstü 3 əzbərlədik 125'dir. 2 üstü 4 əzbərlədik 16'dır. Onda bu bizim üçün neçə eləyəcək? 109 edəcəkdir. C ilə davam edirik. 4'ün 5-ci qüvvətinin 2 ilə hasili. 4'ün 5-ci qüvvətinə nə dedik? Dedik ki 1024'dür. 2 ilə hasili 2048'dir. Və nəhayət 7-ci sualın D variantına baxırıq. 3'ün 5-ci qüvvəti bölünsün 27. 3'ün 5-ci qüvvəti neçə eləyəcək? 243 böləcək 27'yə
Cevabı da bizim için olacaq 9. Burada bir problem yoxdur. Davam edirik 8-ci sualla. Baxın, 5 vur 15 böl 5-in kvadratı. Sən bilirsən axı, 5 vur 15-i saxlaya bilərsən, 5-in kvadratı da 25 eləyər. Ya 75 bölü 25 birbaşa 3 yaz, ya da denən 5 ilə bu gedir 5, ixtisar. Hər ikisi 5-ə bölünür. 5-i 5-ə böldüm 1, 5-ə böldüm 5. 15-i də 5-ə bölürəm 3. Cavab 3-dür. Keçirik B variantına. 3 vur 4-ün kvadratı bölü 6. Bura baxın, heç ixtisarı bilmirəmsə də 4-ün kvadratı 16 eləyir, bölü 6. 3-ü 16-ya vuranda nə eləyəcək? 48, 6-ya böldüm 8. İxtisar bilməsəm belə yaza bilirəm. Ya da 6 ilə 3-ü ixtisar apar 2, 16-nı 2-yə böl 8. Bu kəsir xətti uşaqlar bölməni bildirir, kəsir xətti. Keçirik C-yə. 12 bölünsün, 3-ün kvadratı çıx 5. 12, 3 vur 3, 9 çıx 5. Yəni 12 böl 9-dan 5 çıxanda 4 eləyir. 12-ni 4-ə böləndə 3. Bu da bizim C variantımız. D variantına nəzər salırıq. 15 bölünsün, 2-nin kubu böl 4 üstə gəl 3 bərabərdir. 2-nin kubu 8-dir. 4-ə böl üstünə 3 gəlirəm. Bilirsiniz ki, bölmə birincidir. 8-i 4-ə bölürəm. 2 üstünə 3 gəlirəm. 15 böl 5, bu da bizim üçün verəcəkdir 3-ü. Keçirik E variantına. 5-in kubu vur 2-nin kubu bölünsün 10-un kvadratı. 5-in kubun əzbərlədik ki 125-dir, 2-nin kubu 8-dir. Bölünsün 10-un kvadratı 100-ə. 125-i 8-ə vuranda 1000 alınır. 1000-i də 100-ə bölürük, cavab 10-dur. Bu da Y variantı uşaqlar. Diqqətlə baxın, xahiş edirəm. Kör-köranə köçürtməyin, öyrənməyə çalışın. 3 üstü 4 çıxılsın 1. 5 vurulsun 2-nin kubu. 3 üstü 4 81'dir, çıx 1. 5 vurulsun 2-nin kubu 8'dir. 81'dən 1 çıxıram 80, 5-i 8-ə 40. Deməli, aldığım cavab 2-dir. Bu da F variantı. Keçirik G və H variantlarına. 4 vurulsun 5-in kvadratı, 2-nin kubu vurulsun 50. Üstə gəl 1 bölünsün 2-nin kubu. 4'ü vururam 5'in kvadratı 25'ə, 2'nin kubu 8'i vururam 50'yə. Üstə gəl 1 bölünsün 8 bərabərdir. İxtisara baxaq. Baxın 25 ilə nədir bu? 50. İxtisar gedəcək. Burada qalır 2. 25'ə böldük. Baxın uşaqlar 25 25'ə 1, 50-ni 2'yə. İndi 4 ilə də bu 2 gedəcək, 2 qalacaq. İndi sən bunu da ixtisar apara bilərsən 4-də 1. Amma mən niyə aparmıram? Çünki məxrəclər eyni olsun və mən bunu toplayım 83 yazım. İxtisar 8-də 3 yazım daha doğrusu. İxtisar aparsam təzədən yenə ortaq məxrəcə gətirməliyəm. Bu da G-nin halı. Davam edirik. Davam edirik. H-a. 4 vur. Daha doğrusu yox. Bu H değil. H aşağıdakıdır. 2 bölünsün. 4 bölü 2. Üstə gəl 2 üstü 3. Üstə gəl 5'də 4. Bərabərdir. 4'ü 2'yə böldüm. 2. 2'nin kubu 8. Üstə gəl 5'də 4. Bərabərdir. 2 ilə 8 10. 2. 5'də 4. Hər ikisi 2'yə bölür. 2'yə böldüm 1. 2'yə böldüm 5. Yəni əziz şagirdlər 5'də 1 üstə gəl 5'də 4. O eləyəcək 5'də 5. Bu bölmə deməkdir. Yəni 5 böl 5 1 etməkdədir. Bu da həmin 8-ci sualın son misalı. Keçirik 9-cu misala. Sonra son 3 dənə məsələmiz qalır. Onunla da bu dərsi 1.1 dərsini, natural ədədin qüvvətini yekunlaşdırırıq. 9-cu müqayisələrdir. 2 üstü 4 və 3'ün kvadratı. 2 üstü 4 16'dır, 3'ün kvadratı 9'dur. Təbii ki 16, yəni 2 üstü 4 böyükdür. B variantı. 5'in kvadratı ilə 3'ün kubu.
5'in kvadratı 25'dir. Yazdığı əzbərləyin. Bu da 27. Təbii ki 27 nədir? Böyükdür. C variantı. 6'nın kubu 3 üstü 5. 6'nın kubu 216 eləyir. 3 üstü 5 isə 243 eləyir. Təbii ki 3 üstü 5 böyükdür. D variantı. 7'nin kubu 3 üstü 6. 7'nin kubu 343 eləyir. 3 üstü 6 isə 729 eləyir. Təbii ki 729 böyükdür. Keçirik Y variantına. 2'nin kubunun kvadratı 2 kvadratının kubu. Baxın, bunların hasili eynidirsə, əsas eyni olanda bunlar bərabərdir. Niyə? 2'nin kubu 8'dir kvadratı. 2'nin kvadratı 4'dür, bu da kubu. 8'in kvadratı 64'dür, 4'ün də kubu 64'dür. Bu görürsünüz, bunlar bir-birinə bərabər olur. Keçirik F variantı. 5'in kubu çıx 3'ün kvadratı ilə 3'ün kubu üstə gəl 2 kvadratının kvadratı. Baxın, 5'in kubu 125'dir. Çıx 9. 3'ün kubu 27'dir. 2'nin kvadratı 4'dür. 4'ün kvadratı. 125'dən 9 çıxırıq, eləyir 116. 27, bu da 16. 27 ilə 16 da eləyəcək 43. Təbii ki 116, yəni bu tərəf nə olacaq? Böyük olacaqdır. İndi keçirik C variantına. Müqayisədə. Nə deyir? Deyir ki 5'in kvadratı çıx 2 üstü 4'ün kvadratı çıx 5'də 1 vur 5'in kvadratı. Onda birinci bunu hesablayıram. 5'in kvadratı 25 çıx 2 üstü 4 16 kvadratı. 5'də 1 vurulsun 5'in kvadratı 25. 25'dən 16 çıxıram. Neçə eləyəcək? 9 kvadratı 81. 25 ilə də bu gedir 5. Yəni 81'dən 5 çıxıram. 76. C variantı. Birincisi 76'dır. İkincisi isə 4'ün kubu üstə gəl 3'ün kvadratı. 4'ün kubu 64, bu da 9. 64 ilə də 9, 73. Təbii ki 76, yəni birinci tərəf nə olacaq? O kitabın üstündə göstərirəm. Böyük olacaq. Keçirik 9-cu sualın son misalına. Haşa. Birincisi 4'ün kvadratı çıx 1'in kvadratı 11 çıx 1'in kvadratı, aşağıda da 1 üstə gəl 2'nin kvadratı. Bu birincisi. Baxıram. 4'ün kvadratı 16 çıx 1 kvadratı. 11'dən 1 çıxıram 10'un kvadratı. 1 üstə gəl 2'nin kvadratı 4. 16'dan 1 çıxdım 15 kvadratı 225. Əzbərləmişik. 10'un kvadratı 100 bölünsün 5. 4 üstə gəl 1. Yəni 225'dən 20 çıxıram. Bunu buna bölürəm. Bu da eləyəcək 205. Bu da bizim H-da birincisi. Amma indi bu birincisidir da biz ikincini necə yazacaq? Yaxşı baxaq. 9,6 böl 8 vur. 12'nin kvadratı üstə gəl 9'un kvadratı. 96'nı 8'ə bölündə 12 eləyir. Burada vergödə unutmuruq. Vurulsun. Bu 144 eləyir. Bu da 81 eləyir. Bərabərdir. 1,2 vurulsun 225. İndi bunu hesablamaq üçün 225'i 1,2'yə vururum. 2'yə vurdum 0, 1 yadda. 4, o da 1, 5, bu da 4. 1'ə vurdum 5, 2, 2. 0, 0, 1 yadda, 7, 2. Bir dənə var deyə ayırdım. Yəni bunun da cavabı eləyəcək 270. İndi birini 270 aldım birincini. Bunu 270. Biri 205 aldım. Üzr istəyirəm. İkincisini 270. Təbii ki 270 tərəf ikincisi böyüdür. Keçirik 10-cu sual. Məsələn. Baxın 10-cuda. Düzbucaqlı formasında farkın uzunluğu 2 üstü 7'dir, eni 5'in kubudur. Yəni demək istəyir ki, bura 125'dir, 2 üstü 7'də 128'dir. İndi birincisi
Birincisi perimetr. Düzbucaqlının perimetri 2 vurulsun A üstə gəl B-dir. Kimdə yoxdursa yaz bəzbərləyər uşaqlar. Yəni 2-ni vurursunuz 125 ilə 128-in cəminə. 2 vurulsun. Bunların cəmi 253 eləyər. 2-yə də vuranda 506 kilometr. Diqqətlə baxın. Keçirik 10-cunun ikincisinə. Parkın sahəsi. Düzbucaqlının sahəsi A vur B-dir. Yəni en uzunluğuna vurulur. 125 vurulsun 128 bərabərdir. Təbii ki, bunu da alt-alta vuracaq. 125-ə. 5-i 4-ə 40, 0, 4 yadda. 10 o da 4. 14, 5, 1, 6. 2-ni 2-yə 6, 1 yadda. 4 o da 1, 5. Bu da 2. 0, 0, 1 yadda. 2, 1 yadda. 3. Deməli, bu deyəcək 3200. Bu da bizdə 10-cu tapşırığın ikincisi. Sahə. İndi keçirik 11-ci tapşırığa. 11-ci tapşırığa. Samir, təbrik edirəm. Sabah bu acıqsanın 3 dostuna göndər mətnini yazdı. O məktuba bayram açıqçası qoyub 3 dostuna göndərdi. İndi suallara baxıram. Sual məlum oldu da. Məktubu alanların hər biri xahişi yerinə yetirərsə 4-cü gün neçə nəfərə? Bax, birinci gün özüdür. 3 nəfərə göndərdi. Buna 3 üstü 1 deyirik. İkinci gün bir dənə idi, 3 dənəyə göndərdi. Artıq bu da artıq 3 dənə göndərir axı, düzdür? Ona görə görürsən 3 3 3 9 elədimi? Ona görə ikinci gün 3-ün kvadratı 9. Üçüncü gün isə bunların hər biri də təzədən 3-ə ayrılır. Düzdürmü? Bu bir dənəsində idi də, təzədən burada da 9 9 27. Yəni 3-ün kubu gün burada olur 27. Dördüncü günün sonu dediyinə görə 3 üstü 4, 81. Yəni, birinci sualda cavab olacaq 81. İndi ikincisində nə deyir? Bax, ikincisində buradan yazıram. Deyir, 4 gün ərzində nə qədər, ən çox neçə nəfərə sata bilər? 4 gün ərzində deyəndə birinci 3 nəfərə, ikinci gün 9 nəfərə, üçüncü günü 27 nəfərə, dördüncü gün 81 nəfərə. İndi bununla bu 3 ilə 27, 30, 9 ilə də 81 qruplaşdırdım 90. Yəni maksimumda uşaqlar 120 nəfərə çata bilərmiş. Diqqətlə qulaq asın buna da. 12. Bu səhifənin son sualı. Hüceyrənin 2 hüceyrəyə bölünmə prosesi mitoz adlanır. Bu bioloji bir məlumatı verir. Bölünmədən alınan hüceyrələr inkişaf edərək müəyyən müddətdən sonra hər biri yenidən 2 hüceyrəyə bölünür. Mikroskop altında bu prosesi müşahidə etmək üçün Petri fincanı adlanan şəffaf qablardan istifadə olunur. Baxın, fincanda 24 hüceyrə var. Yəni başlanğıcında 24 hüceyrə var. Hər hüceyrə 1 saatda 2 yerə bölünür. 1 saatdan sonra nə qədər hüceyrə var? 1-i 2-yə bölünürsə, 24 dənəsi də 2 yerə bölünəndə hərəsi olacaq 48. Deməli, birinci sualımızın cavabı 24 vuruşu 48. Burada deyir ki, 3 saatdan sonra nə qədər hüceyrə olacaq? Bunu qüvvət daxil olan ifadə yazmaq necə olur? Bax, birincisi sadə yazırsan ikincisində. 3 saat dediyinə görə bu birinci saat. Bir dənə də 2-yə vurursan ikinci saat. Bir dənə də 2-yə vurursan üçüncü saat. 24-ü 2-yə 48. 48-i 2-yə 96. Bu da 192. Qüvvət şəklində isə bax belə yazırıq. 3 dənə 2-nin hazırı 2-nin kubu deməkdir. Yəni 24 vur 8, 192 edəcəkdir. Bu da bizim son misalımız. Əziz dəyərli şagirdlər, baxın, videonun yuxarısına baxsaz, bu kitabın yuxarı hissəsinə, bilmirəm burada düşür ya düşmür, 02:35. Gecə saatlarında çəkilir bu videolar. Səsdə problem ola bilər, səsləndirmədə problem ola bilər, hansısa bir nöqsan zad görürsəz, mütləq bildirin. Çünki sizlər artıq 6-cı sinifsiz, artıq bir şəxsiyyətsiniz. Dərslərinizdə uğur arzulayıram sizə. Dərsləri sadəcə videodan dəftərə köçürtməyin. Sizdən xahişimiz diqqətlə izləyib öyrənməyə çalışmağınızdır.
Təşəkkür edirəm. Növbəti videolarda görüşənə qədər.